Salam aleyküm. Mənim bir deistlərə sualım var. Sual budur ki, Allahı necə tanımısınız? Və Allahın varlığına nə şəkildə inanırsınız? Yəni Allah üçün nə olar, nə olmaz? Sifətləri və s. necə, nə şəkildə inanırsınız Allaha? Və bu məlumatları hardan əldə edirsiniz? Necə, nəyin məhsuludur məlumatlar? Məsəl üçün biz deyirik ki, Allah var, Peyğəmbərlər bizə çatdırıb. Allaha bu cür inanırıq. Allah üçün bu olar, bu olmaz, naqis sifətlər olmaz və s. belə inancımız var. Bunda Peyğəmbərlər çatdırıb bizə. Yaxşı, bəs siz necə inanırsınız Allaha? Necə o məlumatları əldə eləmişsiniz? Məsəl üçün, insanlara qalsa, insanların bir hissəsi bütə inanır, deyir Allah budur. Bir hissəsi buzova inanır, deyir Allah budur. Bir hissəsi deyir ki, Allah mənəm Firon kimi, Nəmrud kimi. Siz nə bildiniz ki, onlar doğru deyil? Hardan bildiniz ki, onlar doğru deyil? Yanlışdır. Yaxud doğrudursa, siz niyə o yolu tutmursunuz? Əgər onlar doğrudursa. Bunları necə əldə eləmişsiniz? Məsəl üçün, ateizm deyir ki, Allah yoxdur. Yəni, güya ki, elmi dəlillər irəli sürürlər. Absurd bir şeylər. Bəs sizin dəlilləriniz nədir? Nəyə əsaslanırsınız? Bu sual niyə ortaya çıxır? Çünki insanlara Allahı tanıdan Peyğəmbərlər olub. Peyğəmbərlər gətirib, Allah Taala Peyğəmbərlər göndərib ki, biz də Peyğəmbərlərin vasitəsilə Allahı tanımışıq. Bilmişik ki, Allah bu cür Allahdır. Ama Peyğəmbərlər tanıdıb bizə. İnsanlar da iddia edir ki, Allaha inanır. Bəs yaxşı, necə oldu sən Allaha inandın? Peyğəmbərə inanmırsansa, necə əldə elədin? Allahı necə tanıdın? Allah necə Allahdır? Allah haqqında nə məlumatınız var? O məlumatı necə əldə eləmişsiniz? Maraqlı suallar ortaya çıxır. Bəs nə bildiniz ki, o bütə buzova inananlar doğru deyil. Əgər doğrudursa, niyə onların yolunu tutmursunuz? Amma məsələlər çıxır ortaya. Bunlara nə cavab verir bunlar? Bu deistlər çox maraqlıdır. Çünki bunlar heç tutduğu yolu bilmirlər. Heç bilmirlər nə yoldadırlar. Dediyim kimi də deist ateizmlə gedən yoldur. Ateizm ondan ibarətdir ki, ateizmi insanlar birdən-birə Allahı inkar edə bilmir, canlarında qorxu var. Bunu irəli sürüblər ki, insanlar üçün rahat olsun. Birinci bu yolla gəlsin, deist olsun, sonra ateist olacaq. Vəssalam, bundan ibarətdir.